Xoş gördük əziz həmvətənlərim, hər vaxtınız xeyirli olsun. Yeni bir proqnozla, yeni bir xəbərlə sizlərin qarşısındayım. İranla bağlı proqnoz vermişdim. Bu proqnoz həyata keçir. Yəni, həqiqətən də mənim öz uzaq görənliyim bir daha da bunu sübut edir. İndi ikinci bir proqnozu sizlərin xəbərinə çatdırıram, nəzərinə çatdırıram ki, üzr istəyirəm, nəzərinə çatdırıram ki, yəni İranda həqiqətən də vəziyyət çox gərgindir, acınacaqlıdır. Sosial şəbəkədən duyduğum məlumatlara görə İranın dini ali lideri Hameyni Rusiyaya qaçıb. Bu yalan məlumatdır, saxta məlumatdır. Yəni buna inanmayın. Mən yəni o proqnozu vermişəm ki, İranın dini ali lideri həyatını itirəcək. Yəni ölüm xəbərini eşidəcəksiniz. Hələ bu İranın özündə baş verəcək. Amma bir məlumatı sizin diqqətinizə nəzərinizə, diqqətinizə çatdırıram ki, Hameyni həyatını itirəndən sonra İranın necə deyil, idarəçiliyi bir nəfərin əlinə keçəcək, o da Şah Pəhləvidir. Yəni bunu özünüz də görəcəksiniz. Buna şahid olacaqsınız. Diqqətinizə görə təşəkkür edirəm. Videomu like eləyin, maksimum paylaşın, əziz həmvətənlərim.